Salam, hər vaxtınız xeyir. Bu videomuzda həm belə deyək, DİM imtahanı üçün, həm də sertifikasiya imtahanı üçün Azərbaycanın fiziki coğrafiyası ilə bağlı imtahana düşə biləcək əsas sualları, əsas mövzuları izah edərik. Birinci olaraq Azərbaycanın fiziki coğrafi mövqeyi ilə başlayaq. Deməli, ölkəmiz şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran respublikaları ilə həmsərhəddir. Ən uzun sərhədimiz Ermənistanla 1007 kilometr, ən kiçik sərhədimiz isə Türkiyə ilə 15-13 kilometr təşkil edir. Azərbaycanın Rusiya ilə sərhədi boyunca Samur çay, Sudur silsiləsi və Baş Qafqaz silsiləsi, Gürcüstanla sərhədi boyunca Mazım çay, daha sonra Qanıq və Qabırlı çay, həmçinin Gürcüstanla sərhədi boyunca Ceyran çöl, Candar göl və Qarayazı düzlərini deyə bilərik. Ermənistanla sərhədimiz boyunca Murğuz silsiləsi, Şahdağ silsiləsi, Şərqi Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası, Zəngəzur silsiləsi və Dərələyə silsilələri yerləşir. İranla sərhədimiz boyunca isə Araz çay, həmçinin Muğan düzü, bu hissədə Muğan düzü, Bolqar çay, Talış silsiləsi və Astara çay yerləşir, yəni İranla sərhədimiz boyunca. Ölkəmizin Xəzər dənizi ilə sərhədi də 825 kilometr əhatə eləyir. Ölkəmizin şimal ucqar nöqtəsi Qutondağ zirvəsidir. Qutondağ zirvəti Zaqatala rayonunun ərazisində yerləşir, 3648 metr hündürlüyüdür. Cənub ucqar nöqtəsi Astara çayı həmçinin İranla sərhəddə yerləşir. Şərq ucqar nöqtəsi Suda neft daşları, Quruda Şahdilli. Qərb ucqar nöqtəsi isə, yəni ölkəmizin qərb ucqar nöqtəsi Sədrək ərazisi hesab edilir. Yəni qərb ucqar nöqtəmiz Türkiyə ilə sərhəddə yerləşir. Ölkəmizin 60%-nə qədərini dağlar tutur, 40%-i düzənliklərdir. Ölkəmizin ən hündür yeri Bazardüzü zirvəsidir. Baş Qafqaz silsiləsində yerləşir, 4466 metrdir. Qusar rayonunun ərazisində yerləşir. Ən çökə yeri isə -27 metrdir. Ona görə də respublikamızın hündürlük amplitudu 4493 metr təşkil edir. Təqribən 4500 metrə yaxın olur. Ölkəmizin orta hündürlüyü isə 657 metr təşkil edir. Respublikamızın 18%-i dəniz səviyyəsindən aşağıda yerləşir. 24%-i 0-200 metr arasında, 31%-i 200-1000 metr arasında, 27%-i də 1000 metrdən yüksəkdir. Yəni ölkəmizdə ən çox ərazi 200 ilə 1000 metr arasında yerləşir, 31% təşkil edir. Ümumi ölkəmizin də 18%-i okean səviyyəsindən aşağıdadır. Bu da xüsusilə də Kür-Araz ovalığı, Xəzər sahili bölgələrə uyğun gəlir. Respublikamız Böyük Qafqaz vilayəti, Kür dağarası çökəkliyi, Kiçik Qafqaz vilayəti və Talış vilayətlərindən, həmçinin Naxçıvan Arazboyu düzənliklərindən ibarətdir. Yəni əsas relyef vahidləri bunlardır. Respublikamızda Qafqaz dağları bildiyimiz kimi Taman yarımadasından başlayır və Azərbaycana da, yəni Böyük Qafqaz dağları Tinov-Rossa zirvəsindən daxil olur. Yəni Böyük Qafqaz dağları Azərbaycana Tinov-Rossa zirvəsindən daxil olur. Hündürlüyü 3374 metrdir. Respublikamızda Böyük Qafqaz dağlarının ən hündür silsilələrindən biri Baş Qafqaz silsiləsidir. Baxın, bu Baş Qafqaz silsiləsidir. Baş Qafqaz silsiləsi, belə deyək, Böyük Qafqaz dağları olaraq Xəzərin altı ilə Türkmənistana kimi uzanmışdır. Baş Qafqaz silsiləsində ən hündür nöqtəsi Bazardüzü zirvəsidir, 4466 metrdir. Bazardüzü həm də Azərbaycanın ən hündür zirvəsidir. İkinci ən hündür zirvəmiz Zəfər zirvəsidir. 4301 metr təşkil edir Zəfər zirvəsi. O da Baş Qafqaz silsiləsində yerləşir. Zəfər zirvəsi Bazardüzüdən şərq istiqamətdə, o da Qusar rayonu ərazisindədir. Üçüncü hündür zirvəmiz, yəni digər hündür zirvələrimizə biz Tufan dağı deyə bilərik, 4191. Daha sonra Bazar yurdu deyə bilərik, 4126. Raqdanı deyə bilərik, 40020. Yəni bunları deyə bilərik. Böyük Qafqaz, yəni Baş Qafqaz silsiləsi Babadağ zirvəsinə kimi kəskin parçalanıb. Yəni 3629 metrdir Babadağın hündürlüyü. Ora kimi kəskin parçalanıb. Yəni testlərdə də çox vaxt cümlə belə düşür. Deyir ki, Baş Qafqaz silsiləsi şimal-qərbdən cənub-şərqə doğru hamarlanır. Yəni ən hündür yerləri şimal-qərb hissələrdir. Cənub-qərbə doğru hamarlanır. Babadağ zirvəsi dedikdə 3629 ora kimi kəskin parçalanıb. Babadağdan sonra cənub-şərqə doğru hündürlük azalır, həmçinin hamarlanır. Bundan Baş Qafqaz silsiləsindən əlavə Böyük Qafqazda, Böyük Qafqaz dağlarında yan silsiləni deyə bilərik.
Yan silsilənin ən hündür yeri Şahdağ zirvəsidir, 4243. Yan silsilədə həm də Yarıdağ zirvəsi yerləşir. Yarıdağ zirvəsinin də hündürlüyü 4116 metrdir. Yarıdağ zirvəsinin hündürlüyü. Ən hündür yeri isə Şahdağ zirvəsidir, 4243. Bir də bizdə Baş Qafqaz silsiləsində Bazargürd var. Bazargürd. Onun hündürlüyü isə 4126 metrdir. Yəni Bazargürd hündürlüyünə görə Yarıdağdan hündürdür. Burada Dubral silsiləsi var. Dubral silsiləsinin də hündürlüyü 2205 metr təşkil edir. Böyük Qafqaz dağlarında, yəni bu Böyük Qafqaz vilayətini bölərkən dairəyə aldığımız hissə Böyük Qafqazın şimal-şərqidir. Yəni Böyük Qafqazın şimal-şərqinə Samur Dəvəçi ovalığı, Qusar Maili düzənliyi aiddir. Samur Dəvəçi ovalığı Xəzər dənizi sahillərində yerləşir. Abrazion düzənliklərdən biridir. Abrazion yəni dəniz sahili, dəniz dalğalarının yaratdığı düzənliklərdən biridir. Qusar Maili düzənliyi isə Samur Dəvəçi ovalığından biraz hündür yerlərdə yerləşir. Bu Böyük Qafqazın şimal-şərqidir. Böyük Qafqazın cənub yamacına dairəyə aldığımız hissələr aiddir. Böyük Qafqazın cənub-şərqi isə Abşeron, Qobustan, Yaşma, Ələt tirəsi, Ləngəbiz silsiləsi bunlar aiddir. Yəni Böyük Qafqazın cənub-şərqi hesab edilirlər, yəni dairəyə aldığımız ərazilər. Həmçinin bunu da qeyd edək ki, Qanı-Xəyrçay zonası, yəni Böyük Qafqazla belə deyək, Böyük Qafqazı cənubdan əhatə eləyir. Böyük Qafqazı cənubdan əhatə eləyir. Digər vilayətlərimizdən biri də Kiçik Qafqaz vilayətidir. Kiçik Qafqaz vilayəti Böyük Qafqaz vilayətindən daha alçaqdır, hündürlüyü daha azdır və Böyük Qafqaz vilayətinə nisbətdə az parçalanıb. Yəni Böyük Qafqaz Kiçik Qafqaza nisbətdə daha çox parçalanıb. Kiçik Qafqaz vilayətində ən hündür silsilə Zəngəzur silsiləsidir. Yəni dağlarda, Kiçik Qafqaz dağlarında, söhbət dağlardan gedir. Kiçik Qafqaz dağlarının ən hündür yeri Zəngəzur silsiləsidir. Zəngəzur silsiləsinin də ən hündür nöqtəsi Qapıcıq zirvəsidir, 3904. Əgər bizdən soruşsa ki, Kiçik Qafqaz vilayətinin ən hündür yeri haradır, onda Murovdağ silsiləsini götürərik. Murovdağ silsiləsində ən hündür yeri Camış dağıdır, 3724. İlk öncə elə Zəngəzur silsiləsi ilə danışaq. Zəngəzur silsiləsi Ermənistanla sərhəddə yerləşir, meridional istiqamətdə uzanmışdır. Zəngəzur silsiləsi əsasən paleogen yaşlı süxurlarla örtülüdür. Zəngəzur silsiləsində biçənək aşırımı yerləşir. Biçənək aşırımının da hündürlüyü çox rahatdır, rahat yadda saxlanılır. 2346. Zəngəzur silsiləsində bir dənə də zirvə var. Bu da testlərdə düşür. Qazangöl dağdır. Qazangöl dağ da 3829 metr hündürlüyü təşkil edir. Digər silsilələrimizdən biri Dərəliyəz silsiləsidir. O da Ermənistanla sərhəddə yerləşir. Hündürlüyü 3120 metrdir. Dərəliyəz silsiləsində xüsusilə də Tiryas yaşlı çöküntülər yayılmışdır. Yəni Mezozoin Tiryas yaşlı çöküntülər. Qarabağ vulkanik yaylası əsasən 4-cü dövrün vulkanik süxurları yayılmışdır. Qarabağ vulkanik yaylası Ermənistanla sərhəddə yerləşir. Qarabağ vulkanik yaylasının ən hündür yeri Dəli Dağ zirvəsidir, 3616 metr. Həmçinin burada sönmüş vulkanlardan Böyük İşıqlı 3550, daha sonra Qızılboğaz 3581, sonra Gəlinqaya 3335 kimi, yəni sönmüş vulkanlarımız burada yerləşir. Bundan əlavə Murovdağ silsiləsi sərhəddə yerləşmir. Murovdağ silsiləsi ən hündür yeri Camış dağıdır, dediyimiz kimi 3724. Həmçinin Murovdağ silsiləsində Qoşqar, Kəpəz dağı, yəni Kəpəz dağının hündürlüyü də 3066-dır. Şahdağ silsiləsi sərhəddə yerləşir. Ən hündür yeri Qoca dağıdır, 3318 metr təşkil edir. Həmçinin sərhəddə Göyçə silsiləsi də yerləşir. Qeyd eləyək ki, Murovdağda Ömər aşırımı yerləşir. Ömər aşırımının hündürlüyü 3251 metr təşkil edir. Göyçə silsiləsində isə Zod aşırımı yerləşir. Yəni Zod aşırımı Kəlbəcər rayonunda Göyçə silsiləsinin ərazisində yerləşir. Bunlardan əlavə biz Naxçıvanın arazboyu düzənliklərindən danışa bilərik. Naxçıvanın arazboyu düzənliklərini qərbdən şərqə doğru düzsək, bunlara Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı və Ordubad düzənlikləri aiddir. Bunlar yəni belə deyək, arazboyu düzənliklərdir. Orta arazboyu düzənliklər hesab olunur. Bir də aşağı arazboyu düzənliklər var. Bunlara da Gəyən İncə Hərəmi düzənlikləri aiddir. Bu düzənliklərdən də Gəyən düzü daha hündürdür. Çünki Gəyən düzü daha qərbdədir. Qərbdə olduğu üçün yəni mütləq hündürlüyü digər düzənliklərimizə nisbətdə daha çoxdur. Kiçik Qafqaz dağlarında həm də Qarabağ silsiləsi vardı. Onu demədik. Qarabağ silsiləsinin hündürlüyü də 2725 metr təşkil edir. Böyük Kiz zirvəsi də ən hündür nöqtəsidir.
Talış dağlarında məşhur 3 silsilə var. Talış, Peştəsər və Burovar silsilələri. Bu silsilələrdən yalnız Talış silsiləsi İranla sərhəddədir. Talış silsiləsinin ən hündür yeri Kömürgöy və Qızyurdudur. Kömürgöyün hündürlüyü 2493, Qızyurdunun hündürlüyü isə 2433 metr təşkil edir. Qeyd eləyək ki, hər iki zirvə, yəni həm Kömürgöy, həm Qızyurdu yerləşir Lerik rayonunun ərazisində. Həmçinin burada Lənkəran ovalığı var, Xəzər sahili boyu ərazilərdə. Lənkəran ovalığı abrazyon düzənliklərdən biri hesab edilir və okean səviyyəsindən də bir hissəsi aşağıda yerləşir. Kür-Araz vilayətinə baxsaq, yəni Kür dağarası çökəkliyinə baxsaq, burada ilk öncə gəlin Kür çayını göstərək və ona uyğun biz ərazilərimizdən danışaq. Deməli, Kürün solunda yerləşən ərazilərə biz Ceyran çölü, daha sonra Acınahuru, daha sonra Şirvan düzünü və cənub-şərqi Şirvan düzünü aid eləyə bilərik ki, bu 4 ərazi Kürün solunda yerləşir. Kürün sağında yerləşən ərazilərə Gəncə-Qazax düzünü, Qarabağ düzünü, Mil düzünü, Muğan düzünü və Salyan düzünü aid eləyə bilərik ki, bunlar da Kürün sağında yerləşir. Bu da Araz sayıdır. Araz sayı. Araz sayının solunda yerləşən düzənlik Mil düzü, Kürün isə sağında yerləşir. Yəni Mil düzü, Arazın solu Kürün sağındadır. Muğan düzü isə, göstərdiyimiz bu Muğan düzü, həm Kürün, həm Arazın sağında yerləşir. Mütləq hündürlüyünə görə Mil düzü daha hündürdür Muğan düzündən. Çünki Xəzər dənizindən qərbə doğru getdikcə mütləq hündürlüyü artır. Yəni düzənlik ərazilərdən söhbət gedir ki, mütləq hündürlüyü artır. Bu əraziləri də deyə bilərik, yəni Kürün sağı və solu olaraq bunları demək olar. Ölkəmizin ərazisində, yəni ilk olaraq belə deyək, geoloji quruluşun müxtəlifliyi ilə seçilir. Geoloji quruluşun müxtəlifliyi həm də ölkəmizdə, yəni suxurların yaşı, mənşəyinin və yatım istiqamətlərinin də fərqli olmasına səbəb olmuşdur. Azərbaycan ərazisindən belə deyək, əvvəlcə Mezozoyun sonunda Ərəbistan litosfer tavası şimala hərəkət edərək Avrasiya tavası ilə və yaxud Şərqi Avropa tavası ilə toqquşmuşdur. Bu zaman, yəni ölkəmiz seysmik olan Alp-Himalay seysmik qurşağında yerləşir və ölkəmizin ərazisi 5 tektonik zonaya bölünür. Bu tektonik zonalardan birincisi Ön Qafqaz çökməsidir. Ön Qafqaz çökməsinə Samur Dəvəçi ovalığı, Şollar düzü aid edilir. Daha sonra Böyük Qafqaz qalxmasıdır. Böyük Qafqaz qalxması bura, yəni Böyük Qafqaz dağlarında yerləşən dağlar, həmçinin Niyaldağ silsiləsi, Ləngəbiz silsiləsi, Ələt dirəsi, Qobustan və Yaşma düzü aid edilir. Bunlar Böyük Qafqaz vilayətində yerləşir, Abşeron yarımadası. Daha sonra gəlir kiçik o Kür dağarası çökəkliyi vilayəti. Kür dağarası çökəkliyi vilayətində də biz Qanı Xəyricay çökəkliyini, Şirvan düzünü, cənub-şərqi Şirvanı, Ceyran çöl, Acınahuru, Lənkəran ovalığını, Gəyən İncə hərəmi düzənliklərini, Qarabağ düzünü, Mil düzünü, Muğan düzünü deyə bilərik. Qeyd eləyək ki, Kür dağarası çökmə zonasında, yəni tektonik zonasında, adı çökmə tektonik zonası getsə də, burada silsilələr rast gəlinir. Məsələn, Palantökən, daha sonra Bozdağ, Xocaşen, Daşüz silsilələri yerləşir. Qeyd eləyək ki, Acınahur düzü Daşüzlə Xocaşen silsiləsinin arasında yerləşir. Mingəçevir su anbarının şimalında Xocaşen silsiləsi, cənubunda isə Bozdağ silsiləsi yerləşir. Yəni demək istədiyimiz odur ki, yəni Kür dağarası çökəkliyi çökək zona olsa da orada silsilələrə rast gəlinir. Həmçinin Lənkəran ovalığı da, yəni Kür dağarası çökəkliyi tektonik zonasına aiddir. Sonra Kiçik Qafqaz tektonik qalxması, Kiçik Qafqaz tektonik qalxmasında Kiçik Qafqaz dağları, həmçinin Dərələyəz və Zəngəzur silsilələri və Talış dağları aiddir. Yəni Talış dağlarında olan Talış, Peştəsər, Burovar silsilələri Kiçik Qafqaz tektonik zonasında yerləşir. Qeyd eləyək ki, Kiçik Qafqaz tektonik zonasının ən hündür yeri Qapıcıqdır. Həmçinin Kiçik Qafqaz tektonik zonası Azərbaycanda ən çox vilayəti əhatə edən tektonik zonadır. Çünki Kiçik Qafqaz tektonik zonasında Kiçik Qafqaz vilayəti, Naxçıvan, yəni Orta Araz vilayəti və həmçinin Talış vilayəti, yəni 3 böyük vilayəti əhatə eləyir. Sonra gəlir Araz-Zavan, belə deyək, Araz boyu Cavan platforma və yaxud Araz-Zavan əyilməsi. Bura aiddir Naxçıvanın Orta Araz boyu düzənliklər. Yəni Naxçıvanda yerləşən Orta Araz boyu düzənliklər. Bunlar da Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzənliklərdir. Bu 4 düzənlik
Orta Araz Zavan əyilməsinə aiddir. Sonra gələn 3 düzənlik ki var, Gülüstan, Yayçı və Ordubad düzənlikləri, yəni bu 3 düzənlik. Gülüstan, Yayçı və Ordubad düzənlikləri Kiçik Qafqaz qalxmasına aid edilən düzənliklər. Qeyd eləyək ki, bu düzənliklərin də minimal hündürlüyü 600 metrdən yuxarıdır. Yəni minimum hündürlüyü 600 metrdir. Yəni Naxçıvan daha respublikamızın ən hündür ərazilərindən biri hesab edilir. Bu tektonik zonaların arası boyunca belə deyək, tektonik qırılmalar səciyyəvidir. Məsələn, belə deyək, Böyük Qafqaz dağları ilə Qanı Xəyrçay arasında tektonik qırılma zonasıdır. Məsələn, Qusar Mayıl düzənliyi Samur Dəvəçay arasında qırılma zonasıdır. Və yaxud belə deyək, Ləngəbil silsiləsi ilə Şirvan düzü arasında qırılma zonasıdır. Bu qırılmalar boyunca dağ yamacları dik olur. Tez-tez torpaq sürüşmələri baş verir. Həmçinin termal, mineral bulaqlar səthə çıxır. Respublikamızın ən seismik əraziləri 8-9 ballıq zəlzələ zonası Şamaxı, Gəncə və Qapıcıq zirvəsi ətrafıdır. Yəni Zəngəzur silsiləsi ətrafıdır ki, bu respublikamızın ən seismik əraziləri hesab edilir. Respublikamızda arxev və proterozoy yaşlı süxurlara rast gəlinmir. Ölkəmizdə paleozoy yaşlı süxurlar Əsrikçay və Zəyəmçay hövzəsində, yəni Gəncə fizoqrafi rayonunun ərazisində, həmçinin Sədərək qalxmasında, yəni Günnüt Qapıcıq fizoqrafi rayonunun ərazisində yerləşir. Yəni ölkəmizdə paleozoy yaşlı süxurlar bir tektonik zonada, yəni Kiçik Qafqaz tektonik qalxmasında və 2 fizoqrafi rayonundadır. Yəni Gəncə fizoqrafi rayonu, bir də Günnüt Qapıcıq fizoqrafi rayonundadır. Sonra gəlir mezo yaşlı süxurlar, paleozoya nisbətdə çox yayılıb. Ölkəmizdə mezo yaşlı süxurlardan Tiryas Dərələyəz silsiləsindədir. Yura və Təbaşir dövrünün süxurları Böyük Qafqaz və Kiçik Qafqazın yüksək və orta dağlığındadır. Belə ki, Böyük Qafqaz və Kiçik Qafqazın yüksək dağlığında, yəni Yura, orta dağlığında isə Təbaşir dövrünün süxurları yayılmışdır. Məsələn, Baş Qafqaz silsiləsində Yura yüksək dağlıqda, orta dağlıqda isə Təbaşir dövrünün süxurları yayılmışdır. Yəni bu əsasən Böyük Qafqaz və Kiçik Qafqaz dağlarına aiddir. Sonra gəlir Kaynazo yaşlı süxurlar. Kaynazo yaşlı süxurlara bir ilk olaraq Paleogen dövrünün süxurları deyək. Paleogen dövrünün süxurları əsasən Peştəsəl silsiləsində, Talış dağlarında rast gəlinir. Həmçinin Zəngəzur silsiləsində Paleogen yaşlı süxurlar rast gəlinir. Həmçinin Şaxdağ silsiləsində Paleogen yaşlı süxurlar geniş sahə tutur. Paleogen yaşlı süxurlar, xüsusilə də Zəngəzur silsiləsi və Talış dağlarının belə deyək, orada 3-cü dövrün vulkanik süxurları deyilir. Yəni Zəngəzur silsiləsi və Talış dağlarında 3-cü dövrün vulkanogen süxurları yayılmışdır. Yəni Paleogen yaşlı süxurlar yayılmışdır. Neogen yaşlı süxurlar ölkəmizdə əsasən xaç işarəsi ilə yadda saxlayaq. Xaç işarəsini burada çəkək. Xaç işarəsinin şimalı Qusar Maylı düzənliyidir. Yəni Qusar Maylı düzənliyi neogen süxurudur. Xaçın cənubu Burovar silsiləsinin ətəkləridir. Alçaq dağlığıdır. Xaçın cənubu. Xaçın şərqi Qobustan və Abşerondur. Neogen yaşlı süxurlar yayılmışdır. Xaçın da qərbi Ceyrançöl və Acınahurdur. Yəni Ceyrançöl və Acınahur əsasən neogen yaşlı süxurlar. Düzdür. Yəni Ceyrançöl və Acınahurda, Abşeron, Qobustanda 4-cü dövrün süxurları da var. Amma əsasən belə deyək, neogen yaşlı süxurlardır. Yəni neogen yaşlı süxurlar alçaq dağlıqda olur. Biraz yuxarı qalxdıq Paleogen, daha sonra yuxarı qalxdıq gəlir Təbaşir, biraz yuxarı qalxdıq Yura. Yəni dağlarımızın hündür yerlərində Yura dövrünün süxurları yayılıb. Yəni biz dağın ətəyindən zirvəsinə doğru qalxdıqca süxurların yaşı artır. Çünki dağın ətəyində əgər 4-cü dövrün süxurlarıdırsa, dağın zirvəsində Yura dövrünün süxurlarıdır. Yəni dağın ətəyi daha cavandır, nəinki dağın üst hissəsi. Çünki dağın üst hissəsi daha qədim zamandan suyun üzərinə çıxıb. Sonra ölkəmizdə antropogen yaşlı süxurlar ölkəmizin əsas hissəsini təşkil edir. Respublikamızın əsas hissəsini təşkil edir antropogen yaşlı süxurlar. Antropogen yaşlı süxurlar, yəni 4-cü dövrün süxurları düzənlik ərazilərdə. Samur Dəvəçi ovalığı, Yaşma düzü, sonra Kür boyu ətrafı düzənliklər, həmçinin Lənkəran ovalığı, Gəyin incə hərəmi düzənlikləri, Naxçıvan Arazboyu düzənlikləri. Bunlar hamısı 4-cü, yəni Qanı Xəyrçaydır, 4-cü dövrün Gəncə Qazax düzü, Qarabağ düzü 4-cü dövrün süxurları yayılmışdır. Həmçinin Qarabağ vulkanik yaylasında da 4-cü dövrün vulkanik süxurları yayılmışdır. Bir daha qeyd eləyək. 4-cü dövrün vulkanik süxurları Qarabağ vulkanik yaylasında, 3-cü dövrün vulkanik süxurları isə Zəngəzur və Talış dağlarında müşahidə edilir. Yəni Talış silsiləsində müşahidə edilir 4-cü dövrün vulkanik süxurları. Ölkəmiz seismik ərazi olduğundan həmçinin burada vulkanlar da müşahidə olunur. Düzdür, sönmüş vulkanlarımız əsasən Qarabağ vulkanik yaylasındadır. Bunlara Dəli Dağ, Gəlinqaya, sonra Böyük Şıqlı, Qızılboğaz kimi vulkanlar aiddir. Həmçinin Çınqıl sözü harda görsək, bunlar Çınqıllar
sönmüş vulkanlar. Məsələn, Ayçınqıllı, Pəriçınqıl kimi sözlər sönmüş vulkanlardır. Ölkəmizdə həmçinin palçıq vulkanları da yayılmışdır. Palçıq vulkanları həm suda, həm quruda müşahidə edilə bilər. Yəni həm Xəzər dənizində, həm quruda ola bilər. Ölkəmiz palçıq vulkanlarına görə seçilir. Ən hündür vulkanımız da Torağay vulkanıdır, 400 metr təşkil edir. Ölkəmizdə palçıq vulkanları həm Böyük Qafqaz tektonik qalxmasında, həm də Kür dağarası çökəkliyi tektonik zonasında rast gəlinir. Yəni iki tektonik zonada ölkəmizdə palçıq vulkanlarına rast gəlinir. Palçıq vulkanlarının olduğu yerlərdə əsasən çökmə suxurlar yayılmışdır və palçıq vulkanları ölkəmizdə belə deyək, çox da dərin qatda yerləşmir, daha çox səthdə yerləşir və neft qazlı sahələrə uyğun gəlir. Ölkəmizin geoloji quruluşu müxtəlif olduğu üçün faydalı qazıntılarla da zəngindir. Deməli, əsasən maqmatik və metamorfik suxurlar Kiçik Qafqaz və Naxçıvan vilayətində geniş yayıldığı üçün burada filiz faydalı qazıntılardır. Böyük Qafqazda, xüsusilə də yəni Böyük Qafqaz hissələrində çökmə mənşəli suxurlar yayıldığı üçün orada qeyri-filiz faydalı qazıntılar üstünlük təşkil edir. Ölkəmizdə yanar faydalı qazıntılardan əsasən neft və qazdır. Neft və qaz həm suda, həm quruda olur. Dənizdə olan əsas qaz neft yataqlarımız Günəşli, Çıraq, Azəri neft yataqlarıdır. Bunlar dənizdə olan əsas neft yataqlarımızdır. Quruda olan neft yataqlarımızda məsələn Salyanda Qaraçala neft yatağını deyə bilərik. Bizim neft və qaz yataqlarımız əsasən 4-cü belə deyək antropogen yaşlıdır. Lakin belə deyək Mil düzündə Muradxan İmişli rayonu ərazisində Muradxanlı, sonra Kürdəmir rayonu ərazisində, yəni Şirvan düzündə də Mollakənd neft yataqları ki, bunlar mezozoy yaşlıdır. Yəni Muradxanlı ilə Mollakənd neft yataqları mezozoy yaşlı neft yataqlarımız hesab olunur. Dənizdə olan qaz yataqlarımızı Şua sözü ilə yadda saxlayaq. Şua, yəni Şahdəniz, Ümid Abşeron. Quruda olan qaz yataqlarımızı isə tirə işarəsi ilə, yəni Qaradağ, Qobustan və Gürgan Zirə. Gürgan Zirə bizim quruda olan qaz yataqlarımızdır. Azərbaycanda yanar şist əsasən Böyük Qafqaz qalxmasında rast gəlinir. Bunlara biz Qobustanda, İsmayıllıda və Quba rayonunun ərazisində deyə bilərik ki, yanar şist ehtiyatları vardır. Dediyimiz kimi filiz faydalı qazıntılar əsasən Kiçik Qafqaz və Naxçıvan vilayətindədir. Ən məşhur filiz faydalı qazıntılarımızdan biri də dəmirdir. Dəmir əsasən Daşkəsən rayonunun ərazisində yayılmışdır. Dəmirin işarəsini gəlin çəkək. Bu dəmirin işarəsidir. Belə deyək, dəmir. Dəmir əsasən Daşkəsən rayonu ərazisindədir. Yataqlarımıza Dəmiroğlu, Daşkəsən və Hamansay yataqlıqlarıdır. Sonra alünit var, yəni alünit bilirsiniz də alüminiumun xam malı hesab edilir. Zəylik yatağı o da Daşkəsən rayonu ərazisindədir. Daha sonra civə yataqları ölkəmizdə civə əsasən Kəlbəcər və Laçın rayonu ərazisindədir. Kəlbəcərdə olan civə yataqlarımız Ağyataq, Şorbulaq, Levçay. Laçında olan civə yataqlarımız isə Girgəzçay və Narzanlı civə yataqlarıdır. Yəni bunlar Laçında yerləşir. Sonra molibden yatağı əsasən Zəngəzur silsiləsindədir molibden yatağı. Zəngəzur silsiləsində bu Parağaçay və Diyaqçay yataqlarıdır ki, Ordubad rayonunun ərazisinə düşür. Qızıl yatağımız Gədəbəy rayonu ərazisində Qoşa, Gədəbəydə Qoşa, daha sonra Kəlbəcər rayonu ərazisində Zod və Qızılbulaq, Zəngilan rayonu ərazisində isə Vejnəli qızıl yataqlarımız mövcuddur. Sonra xromit yatağı Kəlbəcər və Laçındadır. Necə ki, civə Kəlbəcər və Laçında idi. Xromit də Kəlbəcər və Laçındadır. Kəlbəcərdə olan xromit yatağı Göydərə, Laçında olan xromit yatağı İpəkdir. Qeyd edilək ki, dəmir və xromit qara metallurgiyadır. Amma digər filizlərimiz əsasən əlvan metallurgiyadır. Mis yatağı Gədəbəy rayonu ərazisindədir. Qaradağ yatağıdır Gədəbəydə. Bir də polimetal filizləri var. Polimetal filizləri yeganə filiz faydalı qazıntıdır ki, Böyük Qafqaz vilayətində rast gəlinir. Yəni Böyük Qafqaz dağlarında var. Belə deyək, Zaqatala Lahaç fizoqrafi rayonunun ərazisində yerləşir. Bunlara Balakəndə Filizçay yatağı, həmçinin Katexçay, Kastaq və Mazımçay yataqları Balakən Zaqatala rayonunun ərazisindədir. Sonra Gümüşlü yatağı var. Gümüşlü yatağı Şərur rayonu ərazisindədir. Bu düşür Günnüt Qapıcıq fizoqrafi rayonuna. Bir də Mehmanə yatağı var. Bu da Ağdərə inzibati rayonunun ərazisindədir. Yəni Mehmanə yatağı Ağdərə inzibati rayonunun ərazisində yerləşir. Yəni bunlar bizim polimetal filizlərimizdir. Sonra ölkəmizdə həmçinin qeyri-filiz faydalı qazıntılar da geniş yayılmışdır. Qeyri-filizlərdən Daşdüz əsasən Naxçıvanda, Çökmədüz Abşeronda yayılmışdır. Sonra Kükürd yataqlarına Göygöl rayonu arasında Çıraqdərə və Toğanalıdır. Həm Daşdüz, Çökmədüz, həm də Kükürd kimya sənayesində istifadə edilir. Daha sonra barıt yatağı
Dərin neft quyularının qazılmasında istifadə edilir. Barıtdan. Barıt da Daşkəsəndə və Goranboyda var. Çovdar və Başqışlaq yataqları. Sonra bentonit gili var. Metal tökmədə istifadə edilir. Qara metallurgiyada istifadə edilən qeyri-filizdir. Bentonit gili. Bu da Daşsalahlıda, Qazax rayonu ərazisindədir. Daha sonra seolit gili var. Ağdağ yatağıdır, Tovuzdadır. Tovuzda həm də sement var. Seolit gilindən isə kənd təsərrüfatı və kimya sənayesində istifadə edilir. Kəlbəcərdə yerləşən perlit yatağı var. O da perlit yatağı da seolit yatağı kimi kənd təsərrüfatı və kimyada istifadə edilir. Daha sonra mərmər yatağı var. Mərmər yatağı Daşkəsəndə var, Qubada var, bir də Şərur rayonu ərazisində var mərmərdən. Bir də travertin yatağı var. Travertin də Naxçıvandadır. Şaxtaxtı yatağıdır Kəngəli rayonunda. Şaxtaxtı yatağı. Travertindən də, mərmərdən də tikintidə istifadə edirlər. Sonra gips yatağı var. Gips yatağı tikintidə istifadə edilən yuxarı Ağcakənd yatağıdır. Goranboy rayonunun ərazisindədir. Gipsin də işarəsi belədir. Bu gipsin işarəsidir. Bir də var idi mərmərin işarəsində gəlin çəkək. Bu da mərmərin işarəsidir. Rom kimidir mərmərin işarəsi. Bir də var perlitin işarəsi. Gəlin də perliti də çəkək. Perlit də dediyimiz kimi Kəlbəcərdə var. Yəni Kəlbəcər rayonu ərazisindədir. Perlitin də işarəsi belə olur. Ortasında nöqtə kimi. Bu da perlit işarəsidir. Gipsi də çəkdik. Sonra kvars qumları var. Kvars qumları Abşerondadır. Hacıvəlli və Hökməlli yataqlarıdır. Hökməlli yataqları. Kvars qumlarından da şüşə istehsalında istifadə edilir. Kvars qumlarının da işarəsini çəksək, bu belə içində 3 dənə nöqtə. Bir də yanmayan neft var. Bu da Naftalar rayonu ərazisindədir. Ölkəmiz mineral bulaqlarla da zəngindir. Ölkəmizin mineral bulaqlarına Şıx Suraxanı Bakıda, Badamlı Şahbuzda, Sirav Vayxır Babəkdə, Darıdağ Culfada, hamısı düşür. Yəni Badamlı, Sirav, Vayxır, Darıdağ, sonra Tuş su, Şırlan, İsa Şuşadadır. İsti su Kəlbəcərdədir. Daha sonra Lənkəran zonasında, yəni Lənkəran Astara zonasında Meşə su, Qotur su, Donuzütən kimi, həmçinin Ağ Körpü Astarada, bütün bunlar Kiçik Qafqaz vilayətində yerləşir. Şıx Suraxanı Bakıda idi, bunlar Böyük Qafqaz vilayətinə düşürdü. Sonra Böyük Qafqaz vilayətində həmçinin Xaltan Xaşı Cimi Quba rayonu ərazisindədir, Qonaqkənd fizoqrafi rayonuna. Bir də Qalaltı mineral bulağı var, o da Qonaqkənd fizoqrafi rayonuna düşür. O da Böyük Qafqaz qalxmasına, tektonik zonasına aid. Düzdür, Şabran rayonu Samur Dəvəçi ovalığına da düşən hissəsi var, belə deyə düzənlik hissəsi. Amma Qalaltı mineral bulağı hündür yerdə olduğu üçün, yəni dağlıq yerdə. Bu Böyük Qafqaz tektonik qalxmasına düşür. Yəni bunlar bizim əsas mineral bulaqlar. Həmçinin Xalxal var Oğuzda. Sonra Bədo var İsmayıllıda, Çuxuryurd var Şamaxıda. Bayaq da qeyd elədik ki, Şamaxı ölkəmizin ən seismik ərazilərindən biridir. Bir də Bum var Qəbələ rayonu ərazisində. Yəni bunlar biz ölkəmizin əsas belə deyə faydalı mineral bulaqlarıdır. Ölkəmizdə yodlu bromlu sulara, xüsusilə də Neftçalada və Bakı zonasında, Abşeron zonasında rast gəlinir. Ölkəmizin əsas yodlu bromlu sularıdır. Ölkəmizin eksogen relief formalarına, yəni xarici relief formalarına denudasiya prosesləri əsasən dağlıqda, akkumulyasiya prosesləri düzənlik ərazilərdə olur. Belə ki, yəni dağlıq ərazilərdə, xüsusilə də Böyük Qafqazın yüksək dağlığında, yəni yan silsilə və Baş Qafqaz silsiləsi, Böyük Qafqazın şimal-şərq zonalarında sürüşmə hadisələri baş verir. Sürüşmə hadisələri daha çox gür yağışların və qarların əriməsi nəticəsində olur. Həmçinin seismik hadisələr də təsir edə bilər sürüşməyə. Sürüşmənin də belə qarşısını kəsmək üçün yamac bərkitdici işlər görmək lazımdır. Terraslaşdırma işləri aparılmalıdır. Sonra çılpaq yamaclarda meşə və kolluqlar salınmalıdır. Ölkəmizdə arid denudasyon relief formalarına, yəni quru relief formalarının yayıldığı, belə deyək, ərazilərə, yəni yarğan, belə deyək, Şırım, Yarğan, Qobu və Bedlinlərin yayıldığı ərazilərə Ceyran çölü, Acı Nahuru, Abşeron Qobustanı və Naxçıvanın orta dağlığını aid eləyə bilərik ki, ölkəmizin arid denudasyon relief formalarıdır. Ölkəmizdə yüksək dağlıq ərazilərdə, yəni Böyük Qafqazın və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində nival buzlaq relief formalarına rast gəlinir. Ölkəmizdə buzlaqlar da 3900, yəni qar xətti, daima buzlağın olduğu xətt 3900 metrdən başlayır. Yəni bu Qapıcıq zirvəsindən başlayaraq daha hündür yerləri əhatə edir, yəni Böyük Qafqaz dağlarını əhatə edir. Daha sonra çayların, dağlıq çayların yaratdığı ərazilərdə, yəni dağ çaylarının dib eroziyanın nəticəsində, yumuşaq suları yuması nəticəsində kanyonvari dərələr yaranır. Kanyonvari dərələr əslində Böyük Qafqazın şimal-şərq zonasına aiddir. Burada da belə deyək, Samur çay, Qudiyal çay, Qusar çay və Vəlvələ çay kimi çaylarda kanyonvari dərələrə rast gəlinir.
Bərk suxulları, yəni dağ çayları, bərk suxulları yuyarkən isə V şəkilli dərələr yaradır. V şəkilli dərələr də ölkəmizdə biz deyə bilərik Böyük Qafqazın, Kiçik Qafqazın, bir də Naxçıvanın yüksək dağlıq ərazilərində. Düzənlik ərazilərdə yumşaq suxulları yuması, çayların yumşaq suxulları yuması nəticəsində U şəkilli dərələr yaranır. Bir də dağ çayı düzənliyə qovuşarkən, yəni dağdan düzənliyə qovuşarkən, düzənliyə qovuşduğu yerdə çoxlu çöküntülər çökdürür ki, buna da gətirmə konusları deyilir. Respublikamızda gətirmə konusları Qanı-Xərisay çökəkliyində. Daha sonra biz deyə bilərik ki, bunun üçün Şirvan düzündə, Şirvan zonasının çayları, Qarabağ düzündə, həmçinin Gəncə-Qazax düzündə, xüsusilə də bu ərazilərdə gətirmə konusları geniş yayılmışdır. Ölkəmizdə həmçinin abrasiyon düzənlikləri, Xəzər düzənlikləri, yəni Samur Dəvəcə ovalığı, Yaşma düzü, Cənub-Şərqi Şirvan düzü, Lənkəran ovalığını aid eləyə bilərik ki, bunlar da ölkəmizdə olan abrasiyon, yəni dəniz dalğalarının təsiri nəticəsində formalaşan abrasiyon düzənliklərdir. Respublikamızın iqliminə də baxsaq, ölkəmizdə düzənlik rayonlarında günəşli saatların miqdarı çoxdur. Ölkəmizdə günəşli saatların miqdarına görə ən yüksək yer Naxçıvan arazboyu düzənlikləridir, yəni orta arazboyu düzənliklər hesab edilir. Günəşli saatların ən az olduğu yerlərə isə biz Şollar düzünü və Lənkəran ovalığını aid eləyə bilərik ki, burada buludluğun miqdarı ilə əlaqədar günəşli saatların miqdarı azdır. Bir də qeyd eləyək ki, bildiyimiz kimi, yəni qayda olaraq da biz bilirik ki, orta dağlıq ərazilərdə buludluq çox olduğu üçün günəşli saatların miqdarı az olur. Yəni ölkəmizdə orta dağlıq ərazilərdə günəşli saatın miqdarı azdır. Ölkəmizdə günəş radiasiyası 120 ilə 160 kilokalori arasında dəyişir. Santimetr kvadrat. Düzənlikdən dağlara doğru qalxdıqca orta dağlıqda buludluq artdığı üçün günəş radiasiyası miqdarı azalır. Orta dağlıqdan yüksək dağlığa gedəndə isə buludluq azaldığı üçün günəş radiasiyası artır. Ölkəmizdə günəş radiasiyasının ən çox olduğu yerlər Naxçıvanın yüksək dağlığıdır. Yəni Zəngəzur silsiləsi və Dərəliyəz silsiləsi birinci yerdədir. Sonra gəlir Naxçıvanın arazboyu düzənlikləri. Bu oldu ikinci yer. Sonra gəlir Böyük Qafqazın yüksək dağlığı, üçüncü yer. Sonra gəlir Kiçik Qafqazın yüksək dağlığı, dördüncü yer. Sonra da gəlir Kür-Araz ovalığı. Yəni ölkəmizdə desək ki, günəş radiasiyasının ən yüksək miqdarı deyərik Zəngəzur və Dərəliyəz silsiləsi. Sonra Naxçıvan arazboyu düzənliyi, sonra Böyük Qafqazın yüksək dağlığı, sonra Kiçik Qafqazın yüksək dağlığı, sonra da belə deyək, Kür-Araz ovalığı əraziləri. Yəni Kür-Araz ovalığında günəş radiasiyası Böyük Qafqazın yüksək dağlığından daha azdır. Yəni bunu qayda olaraq bilək. Ölkəmizdə orta illik temperatur Kür-Araz ovalığında daha çoxdur. Yəni ölkəmizdə orta illik temperatur ən çox Kür-Araz ovalığında Xəzər dənizi sahillərindədir. Xəzər dənizindən qərbə doğru getdikcə də orta illik temperatur da azalır. Yəni orta illik temperatur aşağı düşür. Dağlara doğru getdikcə buxarlanma qabiliyyəti azalır. Buxarlama qabiliyyəti bildiyimiz kimi istilikdən asılıdır. Dağlara doğru getdikcə havanın temperaturu aşağı düşdüyü üçün buxarlama qabiliyyəti aşağı düşür. Ölkəmizdə buxarlama qabiliyyəti 300 ilə 1400 mm arasında dəyişir. Ən yüksək buxarlama qabiliyyəti də Naxçıvanın arazboyu düzənliklərindədir. 1400 mm təşkil edir. Ölkəmizdə yağıntılara hava kütlələri, ərazinin relyefi, Xəzər dənizi təsir edir. Ən az yağıntı Qobustanda, Abşeron yarımadasının cənub-şərqində Puta qəsəbəsində müşahidə edilir 150-200 mm. Daha sonra yarımsəhra iqlimi olan ərazilərdə 200-400 mm arasında dəyişir. Ən çox yağıntı Talış dağlarının ətəklərində və həmçinin Böyük Qafqazın cənub yamacında müşahidə edilir. Talış dağlarının ətəklərində 1800 mm kimi də qalxır. Böyük Qafqazın cənub yamacında isə 1400-1600 metr təşkil edir. Orta dağlığa doğru getdikcə yağıntıların miqdarı artır, çünki orta dağlıqda buludluğun miqdarı yüksəkdir. Nə qədər buludluq çoxdursa, yağıntı da bir o qədər çox hesab edilir. Ölkəmizdə belə deyək, yağıntı inversiyası Talış dağlarında müşahidə edilir. Çünki Talış dağlarında yüksək dağlığa doğru getdikcə normalda yağıntı artmaq əvəzində burada azalır. Çünki İrandan gələn quru hava qarşısı kəsilir. Ona görə burada yağıntı azdır, yəni yüksək dağlığında. Azərbaycanda düzdür, orta dağlıqda yağıntı nə qədər çox düşsə də bəzi düzənliklərimiz var ki, bunlarda da yağıntı çox düşür. Bunlar məsələn Lənkəran ovalığını, Qanı-Xərisay düzənliklərini deyə bilərik ki, burada bol yağıntı düşür. Daha sonra ölkəmizdə hava kütlələrinin təsiri var. Ölkəmizə belə deyək, şimaldan arktik hava kütləsi daxil olur. Bir kontinental arktik daha çox Şimal dənizi üzərindən, Şimal buzlu okeanı üzərindən, Donan dənizlərindən, məsələn Kara kimi dənizlərdən daxil olur. Bu çox soyuq bir iqlim yaradır, kontinental. Yəni qışda temperaturu çox aşağı salır. Dəniz arktik hava kütləsi isə Şimal buzlu okeanın donmayan səthlərindən
Məsələn, Şpitsbergen, Qrenlandiya adaları üzərindən gəlir. Daha çox qar yağmasına səbəb olur. Buludu çoxaldır, havanı soyudur, yağıntı artırır. Respublikamızda il boyu hakim olan hava kütlələrindən də mülayim hava kütləsidir. Mülayim dəniz hava kütləsi əsasən Atlantik okeanı üzərindən, Azor adaları üzərindən daxil olur. Respublikamızda bol yağıntı düşməsinə səbəb olur, güclü yağışlar gətirir, temperaturu aşağı salır. Mülayim kontinental hava kütləsi Şərqi Avropa düzənliyindən, həmçinin belə deyək, Qazaxıstan tərəfdən, Sibir tərəfdən daxil olur, Qərbi Sibir düzənliyi üzərindən daxil olur. Qışda temperaturu çox aşağı salır. Yəni temperaturumuzu, yəni kontinental iqlim yaradır da belə deyək. Sonra tropik hava kütlələri ölkəmizə cənubdan daxil olur. İran yaylası üzərindən, Ərəbistan yarımadası üzərindən daxil olur. Cənubdan daxil olarkən tropik hava kütləsi yayda temperaturu yüksəldir. Yayda çox isti hava yaradır, quru hava yaradır. Qışda zaten Azərbaycanda temperatur soyuqdur, amma tropik hava kütləsi gələndə temperaturu artırır. Çünki tropik hava kütləsi isti hava kütləsidir. O Azərbaycana daxil olanda temperaturu qalxdıracaq qışda. Yayda onsuz da ki quru hava yaradır. Cənub siklonları hava kütləsi var. Cənub siklonları hava kütləsi Aralıq dənizi üzərindən, Kiçik Asiya üzərindən daxil olur. Yayda yağıntı düşməsinə səbəb olur. Yəni Azərbaycanda yayda yağış yağırsa, bu əsasən cənub siklonlarının təsiri nəticəsindədir. Sonra Orta Asiya hava kütləsi var. Orta Asiya hava kütləsi yayda gələrkən temperaturu artırır. Qışda gələndə isə temperaturu azaldır. Yəni elə bizim havamıza uyğunlaşır. Yayda gəlib artırır, qışda gəlib azaldır. Bütün hava kütlələri Azərbaycana həm yayda həm qışda daxil ola bilir. Amma məsələn, tropik hava kütləsi daha çox yayda gəlir. Yəni bu məntiqi də unutmayaq. Azərbaycanda olan küləklərə də biz Xəzri və Gilavar küləklərini xüsusilə deyə bilərik. Xəzri küləyi Xəzər dənizi üzərindən Abşeron yarımadasından şimal-şərqdən daxil olur. Temperaturu qışda soyudur, yayda da sərinləşdirir havanı. Gilavar küləyi isə cənub-cənub şərqdən əsir. Yayda temperaturu artırır, qışda da havanı mülayimləşdirir. Eynilə tropik hava kütləsi kimidir. Sonra bunu da qeyd eləyək ki, Azərbaycanda fön küləkləri var, məsələn, dağlıq ərazilərdə, həmçinin qara yel var, Gəncə-Qazax düzündə, ağ yel var, mərkəzi Aranda. Bunlar da quru küləklərdir, yəni təsərrüfata ziyan vuran quru küləklərdir. Ölkəmiz əsasən mülayim və subtropik iqlim qurşaqlarında yerləşir. Ölkəmizin əsası subtropik iqlim qurşağıdır. Ölkəmizdə 4 iqlim vilayəti formalaşmışdır. Gəlin xəritə üzərindən bunlara baxaq. 4 iqlim vilayəti formalaşmışdır. Bunlar 50% yarımsəhra quru çöl iqlimi, 50% əhatə edir. Daha sonra mülayim isti iqlim 30%, daha sonra soyuq iqlimi 20% təqribən, bir də dağ tundra iqlimi yayılmışdır. Yarımsəhra quru çöl iqlimi iki tipi var. Qışı mülayim keçən yarımsəhra, bir də qışı soyuq keçən yarımsəhra. Əslində düzənlik ərazilərimizdədir. Sonra mülayim isti iqlimində 3 tipi var. Yay quraq keçən mülayim isti iqlim, qışı quraq keçən mülayim isti iqlim və yağıntıları bərabər paylanan mülayim isti iqlim. Sonra soyuq iqlim var. Bu da qışı quraq keçən soyuq, yay quraq keçən soyuq və yağıntıları bərabər il boyu rütubətli soyuq, bir də dağ tundra iqlim, yarım tiplər. Yəni dağ tundra indi yarım tipə bölünmür, amma mülayim istidir, yarım səhradır, bir də soyuq iqlim yarım tiplərə bölünür. Məsələn, bizdən əgər soruşsa ki, məsəl üçün deyək də, Kür-Alaz ovalığı hansı iqlim yarım tipindədir? Biz bura yarımsəhra quru çöl yaza bilmərik. Çünki yarımsəhra quru çöl iqlim tipidir. Bizdən yarım tip soruşarkən biz ora ancaq yaza bilərik, belə deyək, yarım tip olaraq, yəni bizdən soruşursa, yarım tipə biz yaza bilərik, qışı mülayim keçən yarımsəhra quru çöl iqlim yarım tipi. Yəni bu cəhətlərə diqqət edək. Sonra, yəni xüsusi ərazilər var. Məsələn, Samur Dəvəçi ovalığından Böyük Qafqaza doğru qalxarkən biz hansı iqlim yarım tiplərinə rast gəlirik? Qışı mülayim keçən yarım səhra, yağıntıları bərabər paylanan mülayim isti iqlim, sonra qışı quraq keçən soyuq iqlim və dağ tundra iqlimi. Yəni 4 iqlim yarım tipinə rast gəlirik. Yox, Mingəçevir su anbarından və yaxud Kür çayından Böyük Qafqaza doğru qalxırıqsa, bu zaman yenə qışı mülayim keçən yarım səhra, qışı quraq keçən mülayim isti iqlim, yağıntıları bərabər paylanan mülayim isti iqlim, il boyu rütubətli soyuq iqlim və bir də dağ tundra iqlimi. Qeyd eləyək ki, il boyu rütubətli subtropik iqlim, yəni subtropik deyəndə il boyu rütubətli soyuq iqlim, yalnız Böyük Qafqazın cənub yamacında Zaqatala Lahıc fizoqrafi rayonunda, başqa heç bir yerdə yayılmayıb. Yəni bunu biz belə deyək, öz yadımızda saxlayaq. Daha sonra Kür çayından əgər Kiçik Qafqaza doğru qalxırıqsa, bu zaman yenə qışı mülayim keçən yarım səhra, daha sonra qışı quraq keçən mülayim isti iqlim, sonra
qışı quraq keçən soyuq iqlim, bir də dağ tundra iqliminə rast gəlirik. Kiçik Qafqazın bir dənə cənub-şərqində istisna var. Baxın bura, cənub-şərq hissəsində, yəni Kiçik Qafqaz dağlarının cənub-şərqində yayı quraq keçən mülayim isti iqlim var. Bax, buna bir dənə diqqət edək. Yayı quraq keçən mülayim isti iqlim var Kiçik Qafqazın cənub-şərqində. Sonra Naxçıvanın Arazboy düzənliklərindən dağlara doğru qalxanda qışı soyuq keçən yarım səhra, yayı quraq keçən soyuq və dağ tundra iqlim yarım tiplərinə rast gəlir. Talış dağlarında da qalxsaq, Talış dağlarında belə deyək, Lənkəran ovalığında yayı quraq keçən mülayim isti iqlim, sonra yağıntıları bərabər paylanan mülayim isti iqlim, sonra yenə də yayı quraq keçən mülayim isti iqlim tipinə rast gəlir. Talış dağlarında o Naxçıvanda müşahidə edilən yayı quraq keçən soyuqla bir də qışı soyuq keçən yarımsəri quru çöl iqlim tiplərinə də dağın zirvə hissələrində rast gəlinir. Yəni əsasən bunları bilsək bizə bəs eləyir. Məsələn, bəzi istisnalar, belə deyək, istisna deyərkən, yəni bəzi nüanslara diqqət eləməliyik. Tutaq ki, Böyük Qafqazın cənub-şərqində həm qışı quraq keçən mülayim isti iqlim, həm də yayı quraq keçən mülayim isti iqlim var. Daha sonra həm Böyük Qafqazın şimal-şərqində, həm də Böyük Qafqazın cənub yamacında yağıntıları bərabər paylanan mülayim isti iqlim var. Məsələn, Qusar maylı düzənliyi mülayim isti iqlimdir. Yağıntıları bərabər paylanan mülayim isti iqlim. Qanı-Xəyricayda qışı quraq keçən mülayim isti iqlimdir. Lənkəran zonasında isə yay quraq keçən mülayim isti iqlim tipidir. Kiçik Qafqaz vilayətində yağıntıları bərabər paylanan nə soyuq iqlim var, nə də mülayim isti iqlim var. Naxçıvanda isə mülayim isti iqlim tipinə rast gəlinmir. Bunu da bilək, yəni bu da yadımızdan çıxmasın. Əgər bizdə soruşsa ki, rütubətli subtropik iqlim, bu Lənkəranda olan yayı quraq keçən mülayim isti iqlimdir. Lənkəran zonasında olan yayı quraq keçən mülayim isti iqlim rütubətli subtropik iqlim hesab olunur. Yox, əgər bizə soruşsa ki, quru subtropik iqlim, o zaman qışı mülayim keçən yarım səhra və quru çöl iqlimini nəzərdə tutacaq. Bir də bunu da qeyd eləyək ki, iqlim diaqramları verilərkən diqqət eləməliyik nəyə? Əgər iqlim diaqramında yağıntı 247 mm, temperaturda 14,4 göstərilibsə, temperatur mənfiyə düşməyibsə, deməli bu qışı mülayim keçən yarım səhradır, Bakı zonası üçün xarakterikdir. Yox, temperatur mənfiyə düşübsə, yağıntı məsələn mənfiyə düşübsə, yenə də yağıntı 247 və yaxud 271 zad yazıbsa, deməli bu Naxçıvandan söhbət gedir. Çünki qışı soyuq keçən yarım səhradır. Yağıntı 1036 verilibsə, bu Zaqatala zonası üçündür. Yəni Zaqatala zonası deyərkən bu qışı quraq keçən mülayim isti iqlim. Yox, əgər yağıntı 1402 veribsə, deməli yay quraq keçən mülayim isti iqlim Lənkəran zonasıdır. Məsələn, 571 verilibsə yağıntı, temperatura mənfiyə zada düşübsə, deməli bu Qubadan söhbət gedir. Yəni Quba yağıntıları bərabər paylanan mülayim isti iqlimdən söhbət gedir. Qeyd eləyək ki, həmçinin dağ tundra iqlimi də respublikamızda 2700 metrdən yuxarı hissələrdə daha çox yayılmışdır. Dağ tundra həm Böyük Qafqaz dağlarında, həm Kiçik Qafqaz dağlarında Zəngəzur silsiləsində də rast gəlinir. Talış dağlarında da dağ tundra iqlim tipinə rast gəlinmir.